Bugün fərqli formatda bir video çəkmək istəyirəm. Bu rus bölmələrində Azərbaycan dili fənnindən BSG-yə, rus bölmələri daha çox BSO kimi tanıyırlar bu qiymətləndirməni. Bəli, yəni böyük summativ qiymətləndirmənin izahlarını verəcəm. Yəni şagirdlər hazırlaşarkən nələrə diqqət yetirməlidirlər, onu çəkəcəyəm. Əsasən 5-ci, 6-cı və 4-cü siniflərin üzərində gedəcəyəm. Əgər vaxt qalsa 7, 8 və digər yuxarı siniflərə də göstəriş kimi videolar çəkəcəm. İndi hazırda 3 video çəkəcəm və bunları ayrı-ayrılıqda YouTube kanalıma yerləşdirəcəm. Bugün 5-ci sinif dərsliyinin üzərində işləmək istəyirəm. Yəni şagirdlər əslində bu mövzuları keçiblər və bəzən məsələn KSQ, yəni kiçik summativ qiymətləndirməni yazmamışdan öncə ümumiləşdirici testlər var burada. Onlara deyirik ki, bunları işləyin. Əgər onu işləyirsə, deməli KSQ olacaq. Bəzən bu anlaşılmazlıq yaradır. Deyirlər ki, müəllim, siz bizə deməmişdiniz axı KSQ olacaq. Yəni əslində onu deməyə ehtiyac yoxdur. Əgər biz bunları təkrarlayırıqsa, bütün mövzuları artıq gəlmişiksə bölməyə, yarım bölməyə və bu yeni kitabların da bir cəhəti xoşuma gəlir ki, bölmələr 3 bölmədir gördüyünüz kimi və hər bölmənin sonunda ümumiləşdirici təkrar var. Və şagird həm iş dəftərindən, həm də kitabdan bu ümumiləşdirici təkrar olan tapşırıqları işləyəndə artıq onlar hazırlaşmış olurlar. Bugün isə həmin bu 1, 2 və 3 bölməni işləyəcək. Daha çox nələrə baxmalıdır? Son dövrlərin kiçik summativ qiymətləndirmələrində daha çox mətn mövzusuna yer ayrılır və burada şagirdlərin belə deyək, oxu, dinləmə bacarıqları bəzi bildiyimə görə bəzi məktəblər dinləmə bacarıqlarını da yoxlayırlar, amma bir çox məktəblərdə bu bacarıq yoxdur. Sumqayıt məktəblərində yeni qayda olaraq danışma bacarıqlarını da yoxlayırlar və onu artıq mən bildiyim qədərilə bu aydan başlayıblar danışmanı da, yəni şagirdlərin danışma bacarıqlarını da yoxlayacaqlar. Amma bugünə qədər yazılan kiçik summativ qiymətləndirmələrdə daha çox oxu və yazı bacarıqları yoxlanılırdı. Və indi isə gəlin, mən daha çox qaydalar üzərində dayanacağam. Çünki qaydalar daha çox qaydalarda çətinlik çəkirlər və təbii ki, mətnlərin də üzərində iş edərkən bəzi problemlərlə qarşılaşırıq. İndi gəlin bura baxaq. 5-ci sinifdə nələrə baxacağıq? Baxaq. Sözün həqiqi və məcazi mənası. Həqiqi prямое значение, məcazi переносное значение. Deməli, biz baxırıq. Əgər bizdən test bu cür düşə bilər. Verilə bilər ki, məsələn deyirəm. Məsələn, nəyə götürək? Bildiyimiz bir sözü götürək, həmişə çox işlənər. Burada məsələn ayaq verilib. Hansısa bir bədən üzvü verilə bilər. Məsələn, qol. Qol, bunun həqiqi mənası, həqiqi, bir də məcazi mənası var. Məcazi. Həqiqi mənası insanın və yaxud da heyvanın qoludur. Yəni canlının qolu. Amma məcazi məna isə məcazi mənada isə məsələn stolun ayağı olar, ayaq beynimdə qalıb. Çayın qolu. Necə ki insanın qoludursa, çayın qolu da bu şəkildə, baxın, gedir. Yəni insan qoluna oxşayır. Ağacın qolu, yəni budağını nəzərdə tutun. Məcazi mənada işlədə bilərik. Və yaxud da daş. Daş hasar həqiqidir. Hasar ete zabor. Burada biz bir də nələrə baxacaq? Söz mücrüsünə də fikir verin. Burada yazılan söz mücrüsünün mənaları da düşə bilər. Məsələn, burada bünövrə. Bünövrə nədir? Fundament. Bünövrənin sinonimini və yaxud da hasar nədir? Çəpər. Bu da söz mücrüsündə var idi. Daş hasar və yaxud da daş ürək.
Daş ürək. Bunu da yazım. Daş ürək məcazidir. Daş hasar həqiqidir. Buna baxaq. Bünövrə. Bunun sinonimini bizdən soruşa bilər. Bünövrənin sinonimi nədir? Təməl, özül, sonra təbii ki, burada təkcə, yəni indi mən məsəl üçün bunu götürdüm. Başının üstünü kəsdirmək, iki ayağını bir başmağa dirəmək, iki ayağını bir başmağa dirəmək. Məsələn, verəcək ki, bu sözün mənası nədir? Mənası təsdiq etmək. Təbii ki, etmək, olmaq, bilmək məcazi məna düzəltmir. Düzəldə bilər, amma bizim dərsliklərimizdə biz belə öyrədirik şagirdlərə ki, bunlar həqiqi mənadadır. Və məcazi mənasını da çalışırıq salmayaq ki, uşaqlar arasında, yəni şagirdlərin beynində artıq formalaşmış bir qaydanı zədələməyik. Yəni istisnalar qaydaları pozmadığı üçün biz bunları istifadə edirik, amma eləcə də çalışırıq ki, məktəb şagirdlərinə öyrədək ki, etmək, olmaq, bilmək, onlar mürəkkəb feil yaradır, frazoloji birləşmə olmur. Daha doğrusu, bəli, frazoloji birləşmə olmur və deməlidir ki, məcazi məna yaratmır. Sonra nəyi bilməlisiniz? 5-ci siniflərə bunu deyim. Saitlərin növləri. Mütləq bunu təkrarlayın. Bu bölməni təkrarlayın. Və səhifə 13 mütləq bunlar, bu tapşırıqlara nəzər yetirin. Sonra təbii ki, söz mücrüsünə də baxın. Dialoq nədir? Dialoq iki nəfərin söhbətidir. Burada təbii ki, 2-3 nəfər də ola bilər və burada düşə bilər ki, hansı bəhddə dialoq verilib? Təbii ki, şagird bilməlidir ki, sual verilir, cavab verilir. Yəni, bir-biri ilə ünsiyyət nəzərdə tutulur. Qoşa saitlərin sözləri yazılışı. Mütləq buna da baxın. Məsələn, 2 qoşa sait olanda eyni cinsli qoşa saitlərdə biri düşür, biri uzanır, yəni uzanma gedir. Əgər müxtəlif cinsli qoşa saitlərdirsə, təbii ki, orada biri idirsə, ortasına ya artırılır, uzanma da var. Aktual, fana, saadət, müəllim kimi sözlərdə heç bir dəyişiklik olmur. Sözlərin yazılışı, yadda saxla bölmələrinə də fikir verin və bunların bacıoğlu onun tələffüzüdür, zoopark onun tələffüzüdür. Bu tapşırıqlara da mütləq baxın. Sonra bədii əsərlərdə obrazlar. Obrazlar, müsbət cəhətləri, mənfi cəhətləri. Bəzən şagirdlərdən, hətta 11-ci sinifdən soruşanda ki, məsələn, bu obrazın xarakteri nə idi? Yaxşı idi və ya da pis idi. Yəni, bu ümumiləşmiş bir xarakterdir. Biz onu yaxşı, nəyə görə yaxşıdır? Yəni, müsbət xarakter soruşsa, təbii ki, yaxşıları, pis xarakter soruşsa, pisləri nəzərə alacaq. Sonra baxaq. Burada saitlərin qalın ahəng qanunu. Suallardan biri ahəng qanunu ola bilər. Əgər sözdə bütün saitlər incədirsə və yaxud da bütün saitlər qalındırsa, o ahəng qanununa tabedir. Yox, həm qalın, həm incədirsə, ahəng qanununa tabe deyil. Məsələn, şəkilçi artıranda da qaç, du olmayacaq, qaç, di yox, məhz qaçdı. Və sözündəki şəkilçi, yəni du'nun 4 variantı var. Qaçdı, öyrəndi, toxudu, düşündü. Bu variantların da şəkilçilərə artırılma qaydasına baxmalısınız. Sonra rəmz, simvol işarədir. Özgə, başqa, mehdər, atabaxan, rəvayət ifadələr. Sonra sətirdən sətrə keçirilməsi. Səhifə 35. Bu qaydaları da təkrarlayın. Nə zaman sətirdən sətrə keçirilmir? Burada qaydalar var. Məsələn, 11-ci 122 kilometr, litr, qram
və yaxud da ki, adın bu qısaldılmışı bir tərəfdə saxlanıla bilməz. Bir saitli sözləri keçirə bilmərik. Məsələn, izah. Amma məsələn, başqa sözlərdə, bir də mürəkkəb sözlərin qaydası budur. Əgər biz baxın, məsələn, burada Novruzəli verib. Novruz necə böləcəyik? Novruzəli. Bunun sətirdən sətrə keçirilərkən Novruz, bunu ayrı eləyəcəyik, bunu da ayrı. Sətirdən sətrə. Novruz, əli. Belə keçirə bilərik. Novruzəli. Novruz, əli. Və yaxud da ki, Novruz, zəli. Yəni, bunların hamısı düzdür. Yəni, belə bölürük, amma belə eləyə bilmərik. Baxın, Novruzəli, zəli keçirdə bilməzdik. Bax, belə olsa, Novruzəli, belə bölgü ilə eləsəydi, zəli belə keçəcəkdi. Amma bu olmaz. Yəni, mürəkkəb sözləri sətirdən sətrə keçirməsi üçün bütöv bir söz qaydasını nəzərə alırıq. Sonra burada nə qaydalar var? Bədii mətnlərdə düşünmə əsaslı, qeyri-bədii mətnlərdə isə izah vermək, məlumat vermək xarakteri daşıyır. Leksik və qrammatik şəkilçilər. Mütləq. Baxın, Güldan. Bizim dan şəkilçimiz burada bir variantlıdır. 2 variantlıda Güldan, amma olmalıydı Güldən. Məsələn, Güldən qəşəng iyi gəlir. Qoxu gəlir. Bu olsaydı, bu olacaq qrammatik şəkildə. Çünki yeni söz yaratmadı. Amma Güldan, vaza yeni söz yaratdığı üçün bu leksik şəkilçidir. Bu da səhifə 43-ə fikir verin. Şəkildə. Sonra bizim balaca qəhrəmanlarımız var. Balaca qəhrəmanlarımız, buna da baxın. Rəsm, qəsir. Uşaqlar bu bölmədə də biraz çətinlik çəkirlər və yaxud da ki, eynicəsli qoşa samitlərin yazılışına deyirəm diqqət yetirin. Məsələn, qıqılarda dəyişəcək, digərlərində dəyişməyəcək. Amma bu bir hecalı sözlərin sonundadırsa, samitlə başlanan şəkil çartıranda biri düşür. Saitlə başlananda isə düşmür. Burada isə bu tip sözlərdə müxtəlif cinsli qoşa samitlərlə bitən tək hecalı sözlərə tələffüzdə i artırılır. Rəhimli, sehirli. Məsələn, elə sözlər var ki, məsələn, mətn sözüdür, tekst var, mətn var. Cəsur, mətin mənalarını verir. Burada əsr, vek, əsir, plen mənasındadır. Bunlara da nəzər yetirin. Bundan başqa mətin, yəni bir hərflə mənası dəyişən sözlər. Yəni, bu ilə də bağlı testlər düşə bilər. Bu mövzularda yəni, sual verilə bilər ki, məsələn, hansı qəhrəmanı bəyəndin? Şagird öz fikrini açıqlamalıdır ki, hansını bəyənmişəm bugünə qədər. Samitlərin növləri, kar və cingilti samitləri də təkrarlasınlar. Obraz nədir? Birdən düşər obraz, qəhrəman. Baş qəhrəman odur ki, qlavni obraz. Yəni, burada biz həmin hadisələr həmin obrazın üzərində qurulub. Sonra da isə köməkçi obrazlar var. Qəhrəman və obraz demək olar ki, eynidir. Sonra, məsələn, saç ustası, söz müdürsünə saç ustası. Tapaq burada bərbər. Və yaxud da zəif külək nədir? Zəif külək mehdir. Burada həsir sözü də var. Həsr olunmaq, bir də həsir. Deyir, bir həsirdir, bir nəsir. Yəni, kasıbdır o adam. Buna da fikir verin. Sonra... Ümumiləşdirici təkrarda da q sabitinin q ilə əvəzlənməsi, k-nın y ilə əvəzlənməsi. Bu haqda qayda var səhifəmdə, onu da sizə göndərərəm əlavə olaraq. Biz bilirik ki, əgər
çox hecalı sözlərin sonu q ilə bitirsə və əsl Azərbaycan sözləridirsə, bir mələk, fələk, bir neçə sözlər var ki, bizim sözlər deyil, amma keçir. Və onlarda, yəni alınma sözlərdə adətən keçmir. Məsələn, natiq. Natiq alınmadı hardan bilirik? Ahəng qanuna tabe deyil. Natiq, natiqin, şəfəq, şəfəqin keçməyəcək. Amma ayaq bizim sözdür. Ayağın, qulaq, qulağın. Bu zaman nə zaman ayaqıya keçir? Saitlə başlanan şəkilçi artıranda, sabitlə başlanan şəkilçi artıranda düşmür. Məsələn, baxın. Ayaq, ayağı, ayağı, saitdir. Amma ayaqlar dedikdə, ayaqlar olduğu kimi qalır. Q hərfi olduğu kimi qalır. Nəyə görə? Çünki axıllı, sabitdir. Eləcə də sözdə artıranda, tələffüzdə ayaq altı. Məsələn, ayrı-ayrı yazıldıqda bu Q tələffüzdə Q olacaq. Yazıda yox, tələffüzdə. Yazıda yalnız şəkilçi artıranda olur. Eləcə də B, D, G, C 4 dənə hərf var ki, onlar müstəqil gələndə kar qarşılığına keçir. Saitlə başlanan söz və ya şəkilçi gəldikdə olduğu kimi, daha doğrusu olduğu kimi qalır. Məsələn, armud ağacı deyirik. Armud tələffüzü belədir. Armud. Amma deyəndə ki, armud ağacı saitlə başlanan söz gəldikdə onda olacaq. Elə D olduğu kimi qalacaq. Armud ağacı tələffüzdə də eynən bu şəkildə olacaq. Amma deyəndə ki, armudlar sabitlə başlanan söz və ya şəkilçi artırdıqda yenə də T qalacaq. Armudlar. Bu şəkildə. Və ümumiləşdirici təkrar bölməsini də işləyə bilərsiniz. Beləliklə yeni bir mövzumuz başlayır və bura qədər şagirdlər qoyub qarşısına bilmədikləri mövzuları təkrarlaya bilərlər. Hazırda videomuz baxıram ki 17 dəqiqədir. Təbii ki, şagirdlər də bu videonu dayandıraraq işləyə bilərlər, yəni baxa-baxa işləyə bilərlər. Onların yarım saat vaxtları gedəcək. İndi isə digər videomuzda 6-cı sinifin izahını verəcəyəm.